Ekranın parlaqlığı sizi aldatmasın. Biz tarixin ən çox sevgi kəlməsi işlədilən, amma ən çox xəyanət edilən dövründə yaşayırıq. Sevgi artıq qəlblərdə deyil, trendlərdədir. Və bu oyunun qaydası çox sadədir. Nə qədər saxtasansa, o qədər baxılırsan. Gündüz vaxtı televiziyanı açın. Ailə dəyərlərindən dəm vuran verilişlərdə kimin kiminlə xəyanət etdiyini, kimin uşağının kimdən olduğunu milyonların gözü qabağında müzakirə edirlər. Bizə əxlaqsızlıq bir tamaşa kimi təqdim olunur. Ekspertlər studiyada qışqırır, tamaşaçılar alqışlayır, kanal rəhbərliyi isə reyting pullarını sayır. Bu, cəmiyyətin mənəvi degradasiyasının sənədləşdirilmiş formasıdır. Biz başqasının rəzalətinə baxıb, öz həyatımızı normal hiss etməyə çalışırıq. Instagram profilində ailəm hər şeyimdir yazanların gizli mesaj qutusunda hansı macəraları axtardığını hamımız bilirik. Xəyanət artıq fiziki deyil, bir like qədər yaxındır. Sosial media bizə hər zaman daha yaxşısı, daha gözəli, daha varlısı var illüziyasını satır. Yanındakı insanın əlini tutub, gözü ekrandakı başqa ehtimallarda qalan minlərlə insan. Biz sadiqliyi deyil, yeni bir bildiriş gələnə qədər olan fasiləni yaşayırıq. Əxlaq artıq daxili bir tərəzi deyil, sadəcə başqaları görəndə geyindiyimiz bir kostyumdur. Kameranı görəndə müqəddəs olanlar, kamera sönəndə ən böyük xəyanətlərə imza atırlar. Şəhərin gecə həyatında, bahalı maşınların qaranlıq şüşələri arxasında satılan və alınan duyğular. Biz duyğuları kapitallaşdırdıq. Artıq xəyanət bir səhv deyil, bir seçim və bəziləri üçün bacarıq hesab olunur. Bauman deyirdi ki, müasir dünya istifadə et və at dünyasıdır. Bu, insanlara da aiddir. Birini xərcləmək, ona xəyanət etmək artıq vicdan azabı yaratmır. Çünki vicdanımızı da rəqəmsallaşdırmışıq. Biz bu bataqlığın içində təmiz qalmağa çalışmırıq. Sadəcə üzərimizə palçıq sıçramadığını sübut etmək üçün filtrlərdən istifadə edirik. Amma unutmayın, filtr realdakı çirki gizlətmir, sadəcə gözünüzü boyuyur. Biz bu kanalda sizin xoşbəxtlik nağıllarınızı pozmağa gəlmişik. Çünki reallıq sizin gördüyünüz rəngli hekayələrdən daha qaranlıqdır. Əgər bu çürümüş sistemi, bu saxta əxlaq oyununu bizimlə birlikdə mühakimə etmək istəyirsinizsə, abunə olun. Yox, əgər hər şey yaxşıdır deyib özünüzü aldatmağa davam etmək istəyirsinizsə, növbəti reyting sousuna baxa bilərsiniz. Mühakimə sizin seçiminizdir.